Azərbaycan güzel diyar, səndə qurur, səndə vüqar. Şöhrətinlə, qüdrətinlə bütün dünya səni duyar. Şöhrətinlə, qüdrətinlə bütün dünya səni duyar. Birliğiyle əzəmətsən, sən sevgisən, məhəbbətsən. Sən sevgisən, məhəbbətsən. Millətlere kucak açan, ey mehriban Azərbaycan. Millətlərə qucaq açan, ey mehriban Azərbaycan. Can vermişik canımızdan, can vermişik kanımızdan. Can vermişik canımızdan, can vermişik kanımızdan. Bu canımız sənə hər an qurban olsun Azərbaycan. Mənim əzizlərim, tədbirdən öncə vətənimizin azadlığı, bütövlüyü, suverenliyi uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yayırıq. Şəhidlərimizin ruhları şəhid. SSR dağılıbdır, yeni bir müstəqil dövlət yaratmışıq. Ancaq bu o demək deyil ki, biz Tərlan xanımın qəhrəmanlığını unutmalıyıq və yaxud da gələcək nəsillərə o qəhrəmanlığı örnək göstərməməliyik. Əsas məsələ budur ki, canlı əfsanə qarşımızdadır. Əsas məsələ odur ki, bu canlı əfsanəni biz 50, 60, 70 yaşlı olanlar adamlar az çox tanıyır. Tərlan xanımın təbiətində mənim ümumiyyətlə yox, o qədər sadədir ki, onunla kim söhbət eləsə ancaq nəsə qazanar. Mübarəkdir mənim bacım bu növrağın, sən hünərvər balasısan bu torpağın, nüşabələrin əvəzisən, həcərlərin əvəzisən. Ulu Öndər Heydər Əliyev isə deyirdi ki, Tərlan Azərbaycan gənclərinə bir nümunə olmalıdır. Bəli, Tərlan xanımın bu il 70 illik yubiley təntənəsidir və onun ilk kitabı işıq hızı görübdür və maraqlıdır. İlk kitabı da Ulu Öndərə mənəvi borcum kitabıdır. Dəyərlidir bu mənim üçün, mən bunu satış da eləmirəm. Yəni ki, biz bunu kitablarımıza təqdim edirik, kitabxanalarımıza təqdim edirik. Məsəl üçün, Respublikada da biz Prezident aparatın kitabxanasından, Milli kitabxanamıza, Axundova, Cəfər Cabbarlı, Bakının kitablarına, rayonlara da eləyirik. Bugün də sizə Ordubadi kitabxanasına təqdim edirəm kitabları. Oxucularımız sizdən əldə edib oxuya bilər. Çox sağ olun. İkinci kitab da Vaqif müəllim informasiya verdi. Çox sağ olsun Vaqif müəllimi, mən bunu demədim. Burada mənim həyatım, yəni ömrümün bir hissəsi böyük genişliklə, belə ustalıqla qələmə almışdı. Burada da Ulu Öndərimizlə mənim yenə də görüşlərim, xatirələrim öz yerini tutubdur. Mənim içimdən gələnləri elə duyğuluqla yazıbdır ki, mən bu kitabı özüm oxuyanda deyirəm, yəni bu var, bunun için, yəni budur bu kitab, yəni belə olubdur. Doğrudan da kitabı yazıcı özü mənim öz həyatımı mən elə bir sevdirdi. Elə biləm oxucularımızın bu da çox xoşuna gələcək. İkinci bir kitabdır, bu da qiymətlidir, yəni içindəkilər. Bu kitabın başa gəlməyi yox, bunun içindəki xatirələr mənim üçün dəyərlidir. Niyə? Ulu Öndərimizdən bağlı olduğu üçün. Çox sağ olun, bunu da təqdim edirik. Üçüncü kitabımızda, bəli, milli dəyərlərimizlə bağlı Güllü xanımın kitabıdır. Bu kitab da elə biləm seviləcək oxucularımız tərəfindən. Yəni, gözəl bir milli dəyərlərimizə dəyər verən bir qadın kimi, Azərbaycan qadını kimi mən niyə bu ictimai birliklə əlaqə qurmuşam? Özüm çox millətpərəst, yəni ki, milli dəyərlərimizə qiymət verən bir qadınam. Milli dəyərlərimizi sevən bir qadınam. Azərbaycan qadını kimi. Ona görə mən həmişə bu qadının, bu milli dəyərlərimizə dəyər verən, yəni ki, bu missiyanı yerinə yetirən bir yazıcı, şairimiz kimi
Mən bu qadını alqışlayıram və ona dərin hörmətim var. Bugün onun bu kitabında biz sizin kitabxanaya təqdim edirik. Tərlan xanım həqiqətən də bir əmək qəhrəmanıdır. Onun gördüyü işlər elə bir gözəl işlərdir ki, onlara bu gün də ehtiyac var. Çünki bizim insanlarımız bir balaca Tərlan xanım tənbəlləşiblər. Bu gün torpaqdan uzaq düşməyə çalışırlar. Bu gün urbanizasiya gedir. Bu gün kəndlərdən şəhərlərə qaçırlar. Amma torpaq kimi gözəl, torpağa qayıtmaq kimi gözəl bir missiyamız da ola bilər ki, bu gün də bu tədbirdən bəlkə də o başlaya bilər. Çünki siz bu gün yalnız Ordubadi kitabxanasında yox, həm də ki, Zulfada təqdimlər keçirəcəksiniz. Zulfada məhz mənim seçicilərimdir və onların hamısı torpağı çox istəyirlər, zəhmətkeşlərdir və düşünürəm ki, bu tədbir də onlarda bir ruh yüksəkliyi də yaradacaq. Tərlanlar qıyvurub süzər səmada, sən də bir tərlansan eldə obada. Tərlanlar qıyvurub süzər səmada, sən də bir tərlansan eldə obada. Əhsən bu hünərə, əhsən bu ada. Əhsən bu hünərə, əhsən bu ada. Bu adı şərəflə sən daşı, Tərlan, səni yağ günlərin sirdaşı. Tərlan, səni yağ günlərin sirdaşı, Tərlan. Ey şirin ləhcəli çöllər turacı, gözəl Qarabağın bəzəyi tacı. Bəstiyə evladsan sevilə bacı, qəhrəman sərdarın qardaşı Tərlan. Ey şirin ləhcəli çöllər turacı. Bu ad günün mübarəkdir, mübarək. Sevincini şərik olan mən gələk, güllü eldə bu şeirə sığal çək. Demə sözlərimi bitirəmədim, sənin ad gününə söz gətirdim, gül gətirəmədim, gül gətirəmədim. Bu sözlərim sizin ad gününüzün təbriki olsun və mənim 50-lik yubileyimə bizim əzizimiz Vaqif Osmanlı'nın təmənnasız yazdığı Sazın Sözün Kəlağaylı Güldüsü kitabını sizin ad gününüzə hədiyyə edirəm. Canım mənim və bu kitabın üzərində təsəvvür edin, çox düşündük, Gülriyə xanım da burada var. Xanım Qızlar Liseyinin bir arada şəklidir, hamısı Kəlağaydadır. Tərlan xanım, siz doğrudan da bizim günlərin qəhrəmanısınız, bizim yaşıtlarımızsınız. Mən də 70-i təzə atladım, 70-in içərisindəyəm. Və siz o dövrlərdə Ulu Öndər sizlərlə görüşlərə gələndə bizim sevimli şairimiz Nəriman Həsənzadə ədəbiyyat qazetinin başlayaraq duruydu və çox vaxt Nəriman Həsənzadə də Ulu Öndərin yanında rayonları gəzirdi. Sizin haqqınızda Nəriman müəllimin gözəl bir mahnısı da var idi və biz 7 il orta məktəbdə müəllim işləmişəm Qıbraq kəndində. Həmin dövrdə mən də şagirdlərimə inşalar yazdırmışam və o inşaları yazdıranda təbiidir ki, əmək qəhrəmanlarından söhbət düşəndə məhz elə mənim şagirdlərim də həmişə sizdən yazardılar. Ona görə sizdən yazardılar ki, siz Azərbaycanda Sevil Qaziyevadan sonra ilk mexanizator kimi ortaya çıxdınız. Demək, Tərlan xanım öz xatirələrini danışdı. Sabah onun haqqında gözəl bir tədbir hazırlamışam. Burada deməyə elə verirəm, ehtiyac yoxdur. Xoş gəlib bizlərə, bizim torpağımıza. Tərlan xanım özü baxmayaraq ki, zəhmətkeş, əmək qəhrəmanı olub, milli mənəvi dəyərlərimizə çox diqqətlə yanaşan, onları yaşadan, demək olar ki, Gülü xanımın təbliğatından sonra bəlkə də ilk Kəlağayını çiyninə salıb, başına tac eləyən xanımlarımızdan olubdur. Ailə dəyərlərinə gözəl hörmətlə yanaşan olubdur. Bayaq Vaqif müəllim bir sözdə dedi ki, Tərlan xanımda məmurluq ümumiyyətlə iddiası olmayıbdır. Ola da bilməz, niyəsini deyim. Kamenskinin belə bir 5 qızıl qaydadan bir ilk qaydası əməkdir. Əməyin tərbiyə elədiyi insan heç bir zaman, üzr istəyirəm, burnu dik olmaz. Yəni, özünü yuxarıdan aparmaz. Siz əməyin tərbiyə elədiyi bir insansınız. İstənilən kürsüdə olsanız belə mümkünatı yoxdur ki, siz oradan mənəmlik eləyəsiniz. Baş əyri sizin kimi əməksevər analarımızın, bacılarımızın qarşısında. Məsələn, idmanda yerlə tutmaq olar, çempion olmaq olar, amma əməyin çempionu birbaşa Azərbaycan süfrəsinə nemət gətirən insanlardır. Biz sizinlə həmişə fəxr etmişik. Məclisimizin təşkilatı işlərinə həmişə dəstək olan qeyrətli el oğlumuz
Fəxrəddin Mahmudov da gəlir. Fəxrəddin, mən buraya qalxın, sizi görsünlər. Azərbaycanımızın belə oğulları var. Hər zaman Mirvarid Dilbazi adını uca tutur və Mirvarid Dilbazi yazırdı ki, Tanrıdan bir oğul istədim. Tanrı mənə min qeyrətli oğul verdi. Bax, mən deyərdim ki, Fəxrəddin Mahmudov belə həmin qeyrətli oğullardan biridir. Mirvarid Dilbazi mənalı olur. Təşəkkür edirəm Fəxrəddin Mahmudov. 52 il müəllim işləmişəm və 52 ildə yazılarımın baş qəhrəmanından biri də bugün tanıdığım, üzbəüz gördüyüm Tərlan xanımdır. Deyir, qəhrəmanın adını eşit, özünü görmür. Amma bugün o qədər bir şad gün oldu ki, mən qəhrəmanımı da gördüm. Onun Heydəriyev haqqında olan xatirə haqqında bir az-çox məlumat topladım. Və Vaqif müəllimə sonsuz təşəkkür edirəm ki, Vaqif müəllim Sovet hökumət dağılandan sonra arada qalan bir boşluğu doldurdu. Vaqif müəllim, bu böyük addımdır. Çox sağ olun. Ona görə əlamətdardır ki, bugün bizim milli mənəvi dəyərlərimizin təbliğatçısı və təmsilçisi Güllü xanım, Kələyağımızın güllüsü buradadır. Ona görə əlamətdardır ki, bizim gəncliyimizin örnəyi olan, idealı olan, mahnılarımızın yaraşığı olan, orta məktəbdə oxuyarkən inşalarımızın baş qəhrəmanı olan Tərlan Musayeva buradadır və ondan üzbəüz canlı görüşürük. Vaqif Osmanoğlu, dəyərli yazıcımız, şairimiz çox böyük bir qəhrəmanlıq eləyib ki, bu qəhrəmanı bir daha bizə qaytarıb. Azərbaycan Qadın jurnalında Tərlan Musayeva idi, Ali mühasibə bir neçə belə xanımlar var idi. Mən onlara inansa giflə ilə baxırdım. Deyirdim, çəkin jurnalların, öz qavlının əmdə şəklim olan. Yəni, daxilində bir uşaq gəlsi həvəsim var idi. Bizim mentalitetimizdə qızlar gəlin keçirəndə Quran atından keçiririk. Ancaq mən inanıram ki, ondan sonra gəlib bizim bəy, nişan oğlanlarımız, kəmərbəstə gəlinlərimiz, gəlin keçən qızlarımız bir müqəddəs ant kimi, etibar kimi yarlarına bax bu kəlağayları əllərini basacaqlar. Mən sizin hər birinizə təşəkkür edirəm, Mədəniyyət Nazirinə təşəkkür edirəm ki, belə gözəl tədbir düzənlədi, sizinlə görüşdük. Tərlan xanımın 70 yaşı mübarək olsun, ulu öndərimizə Allah rəhmət eləsin, anadan olmasının 102-ci il dönümüdür, onun hər adı çəkiləndə yenidən dünyaya gəlişi günüdür. Ruhu şad olsun, var olun, hər birinizi bağrıma basıram, çox sağ olun. Qoy bu nəğmə tanıtdırsın hər obaya, elə səni halal zəhmət ucaldacaq zirvələrə Tərlan, hələ səni. Qoy bu nəğmə Tərlan tanıtdırsın hər obaya, elə səni halal zəhmət Tərlan ucaldacaq zirvələrə Tərlan, hələ səni.